Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz, sizləri Şuvalandan salamlayıram. Şuvalanın tam demək olar ki, mərkəzindən. Kapital Bank var, Araz Marketindən Şuvalan dairəsini keçəndən sonra, Polis Akademiyasını keçəndən sonra sağda Kapital Bank yerləşir. Kapital Bankın arxasından bura 800 metr məsafədə 5 sotun içərisində, vallahi gəzirəm səhərdən, evin daxilində gəzirəm. 5 otaqlı, hündür tavanlı, çox gözəl də təmiri var. 395 min manat. Yəni düzdür, həyətdə bir dənə də olsun ağac yoxdur. Yəni ağac əkilməyib, yer yoxdur. Adam tam mərkəzdə yerləşdiyi üçün bu ev 4 fəsil yaşamaq üçün nəzərdə tutub tikib bunu. Evdə az da olsa, çox yox demək olar ki, yaşayış olmayıb, az yaşayış olub. Baxın, evin qarşısında mətbəxlə üzbəüz 5 metrənin 7 metrəyə olan aşma hovuz var. Hal-hazırda işlək vəziyyətdə sadəcə bunun dərmanladı lazım, təmizlik eləmək lazımdır. Hovuz, məsəl üçün, genişdir, böyüdür, 5 sota baxmayaraq. Evin hər tərəfində fırlanmaq olur. Burada darvazası var, çox gözəl də küçədən görünən bir darvazası var. Qollarla təhciz olunub. Sağ tərəfdə manqal, manqalın yanında su hövzəsi, həyətin su anbarı burada yerləşir. Hovuzun da motorxanası burada yerləşir. Bir də hovuzun qarşısında üstü bağlı, yanları açıq bir söhbətgah var. Gələcəyinə inşallah kim istəsə özü hündürdür maşallah. Kim istəsə yanlarını da tuta bilər. Kamera xəttləri hamısı çəkilib. Gözəl bir dizaynla inşa olunmuş bu ev, bir daha söyləyirəm, çox gözəl bir qiymətə, 395 min manata sizə ev sahibi tərəfindən təklif olunur. İndi bir dənə evin daxilinə keçək. Yəni, qəşəngdir. Buyurun. Maşallah, maşallah, maşallah. Elvin indi evin fasadını buradan çəkəcək. Ümumi giriş qapıdan içəri keçdik. Sol tərəfdə divarın içərisində yığılan dolabdır. Divarın içərisində yığılıb, üstü paxlava kimi aynadır. Çox genişdir, bax, hündür tavan, geniş, qiymət 395 min. Qapının kənarından damafon. Sonra sağ tərəfdə qonaq otağı, kondisioner, televizor, TV stand, xalça, divan. Ev bütöv olaraq isti döşəmə, 5 otaq, evin daxilində 3 dənə sanitar qovşağı, bəzənmə stolu. Ümumi sanitar qovşağına gəl, bir dənə baxaq. Gör, nə boydadır. Bunun içərisində vanna qoy, duş kabinə qoy, nə istəsən qoy gələcəyinə. Bir dənə yataq otağı burada. İçərisində bəzi əşyalar qoyulub, yığışdırılıb, təmizlənəcək. Hündür tavan. Döşəmənin tavanın hündürlüyü dəhlizdə 5 metrdir, amma otaqlarda 4 metrə yaxın var. 4-dən çoxdur? Çox olar. Yataq otağı. Yataq dəsti var. Yataq otağın daxilində qardirob otağı var, dolablı. Sanitar qovşağı var. Geniş. 220 kvadratdan mən deyim ki, sizə çoxdur. Buranın ümumi yaşayış sahəsi. Bu ikinci yataq otağıdır. Üçüncü yataq otağı. Daxilində bəzi əşyalar var. Kiminsə xoşuna gəlmirsə çıxa bilər. Və yaxud da kiminsə xoşuna gəlsə qala da bilər. Məncə bu qiymətə belə bir ev bugünkü gündə yoxdur. Dördüncü yataq otağı. Yenə həmçinin bu yataq otağında daxilində həm qardirob otağı var. Dolab yığılıb hazırdır qardirob otağı. Həm də sanitar qovşağı. Bir dənə buranın nəsə, nəyə deyim də sizə, həyətdən bura, həyətdə biraz yaşıllıq ağacı yoxdur. Ola ki, valla 4 fəsil yaşamaq üçün hovuz varsa, hər bir şey varsa, məncə nəyə lazım? Onsuz da meyvələrin hamısını dükandan alıb gətirib yiyirik. Allaha şükür, hər şey var bazarda. Amma evin işıqlığı, evin genişliyi, maşallah, mənim çox xoşuma gəldi. İndi isə keçək solda sizlərə
mətbəxi göstərim. Mətbəx otağında da soyuducu, stol, stul, televizor, mebellər yığılıb hamısı qəşəng. Su da var, ev sahibi halal eləyər, suydan içərik inşallah. Dəyərli izləyicilərimiz, bu evi dəyərləndirmək lazımdır. Sizə deyirəm, yəni ki, satılan bir evdir. Allahın köməyi ilə bu satılacaq. Kimsə istəsə bizimlə əlaqə saxlasın, gəlsin bu evə baxsın. Qiymətində yenə də endirim olunacaq. Şuvalan Kapital Bankın arxasından 800 metrlik məsafədə. 395 min manat. Torpağın da evin də kupçası və çıxarışı var. Çox sağ olun bizi izlədiyi üçün. Bizi izləməyə davam edin, abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.